sizin de başınıza gelebilir. Mühendis Keyvan buradadır. Burada değil. Emriniz? Ne zaman qaydar? Tədqiqat səfərinə gedib. Məncə heç 10 günə də qayıtmaz. Eğer mühüm bir işiniz varsa tez gedin parkinga, ona çatarsınız. Məncə liftin qarşısında onu gördüm, sağ ol. Sağ olun. Mühendis Keyvan! Salam. Salam. Buyurun. Mən Xeyriyyə Cəmiyyətindənəm, Əfzəliyəm. Sizi yuxarı mərtəbədə gördüm. Məncə heç düşünmədən tezliklə özünüzü aşağı çatdırdınız. Mərasim nə vaxtdır ki? Qabağa çəkilib. 2 ay. Mən bir həftə burada olmayacağım. Qaydanda gəlin pulu aparın. Çox sağ olun. Siz təşkilata yeni gəlmisiniz? Bəli. Yaxşıdır. Məlumdur ki, Xeyir öz sahibinin evinin qapısını tanıyır. Kirmana zira aparmaq olmasa da Poladı Hindistan'a aparmaq lazımdır ağa. Bax gör nə qədər boşluyuq. Baş üstə ağa. Mən 40 ildir ki köhnə maşın alıram. Deyin hansındandır? O saat istehsal tarixini deyim.
Bizim hesabımız da doludur axı. Yox, qardaş. Mənim günahımdır ki, dil dəmiri vermişəm dil bilən adamın əlinə. Sən gəl gör, hələ bir neynəmək olar. Xudahafiz. İndiyə kimi sizi orada görməmişdim. Məyər hamı görünməlidir? Deməli təqiyyət eləyirsən. Onun xeyri üçün gəlmsən, ya pul lazımdır, xanım Roşanə. Əgər pul fikrində olsaydım, ixtisasın fotoqraflığın dalınca gedərdim. Yəqin İncəsənət Universitetindənsən. Bəli, siz hardan bildiniz? Elə təkcə onu bilirəm. Buranın yaxınlığındaydı. Xeyriyyədə şəkil çəkirsən. Bəli. Reklam və foto işləri, bu cür tələsik işlər. Tələsik, yəni təcil işlər. Əlbəttə Allah yolunda. Bu Allahın yolu deyirsən, ha? O nədir elə? Allahın yolu... Allahın yolu elə Allahın yoludur da. Siz özünüz də maşallah bu yoldasınız. Mən illərdir ki, yol qaçıb və ayaqqablarımı cırıb bu saf yolda olmuşam. Elə əvvəldən bu dəmir parçalarının hesab kitabı var idi. Eşitmisən deyirlər ki, oğru gedən yol təhlükəsizdir. İstəyirəm gedim görüm ki, həqiqətən təhlükəsizdir. Məqsədinizin nə olduğunu anlamıram. Mahmud sabah gəlir, bunu ver ona. Baş üstə. Yəni, əfsərinin yanına qaydanda ona de ki, yeganə deyir, 10 ildir xeyriyyəçiliklə məşğulam, amma bir xeyir görməmişəm. De ki, qızı qayıtmayana qədər cəmiyyətə daha kömək eləməyəcəyik. Salam. Salam qızım. Bağışlayın, cənab Rəzaqi ilə işim var. Oradadır. Çox sağ ol. Buyurun. Cənab Rəzaqi, Buyurun. salam. Mən xeyriyyə cəmiyyətindənəm. Nəsə xəbər var? Həmin hər ilki mərasim məhbuslara yardım sizin köməyinizlə. Bizim köməyimiz üçün tez deyil. Sizin köməyiniz həmişəlikdir. Geci tezi yoxdur. Mərasim isə 2 aylıq qabağa düşüb. Mən neçə gün əvvəl əfsəlinin yanında idim. Bir xəbər yox idi. Yaxşı, yəqin indi bir xəbər olar. Biraz gözlə. Mən əfsəliyə bir zəng vurum gəlirəm. Amma bunu özü imzalayıb. Tələsmə, mən gəlirəm. Dediyim bu Ağa Vəli xeyriyyənin sürücüsüdür. İndilərdə çatar. Artıq sənin üçün də 5-də 1-2 yer almağın vaxtı çatıb. Ay paxıl, nədir? Narahat oldun, mehriban mələk. Çox yaxşı bacı. Bu printer, bu da ekran. Əminsən ki, onu istəməzlər? Bizim həyatımızın yarası belə şeylərdən sağalmaz. Sənin yanında qalsam yaxşıdır. Bax Roşana, mən atamın sənədlərini təhvil verdim. Özün yaxşı bilirsən ki, həm deyənin qiyməti çox yüksəkdir, həm də indi növbədə adam çoxdur. Bilirəm. Bizim evimizə gəlmək istəmədiyindən əminsən?
sağ olun. Buyurun. Allaha çox şükür. Qarşınızdakını daha yaxşı görürsüz. Həkim deyirdi ki, Özünü çevir. Hamarra. niyə bura vermirsiniz? Məyər özləri ütüləmir, hə? İnsanın qəhrəmanlıq paltarı özüdür. Bu evin beh puludur. Azdır. Siz razılıq verin. Mən söz verirəm ki, qalanını da tezliklə düzəldərəm. Ovlanmamış ovun dərsini mənə söz verirsən? Bu mənim haqqımdır. Ya hamısı, ya heç nə. Qəm qüssə sənə əridib ya pulsuzluq. Allah rəhmət eləsin, əgər anan sağ olsaydı. Yox həyata. Səhərlər bir saat tez oyanıb gedib qaçıram. Buraxılış işi düzgün ağıl tələb eləyir. Düzgün ağıl da sağlam bədən. 4 şəkil çəkmək istəyirsən, hə? Maşınının pulu qutardı. Ata, qəzadan sonra ondan nəsə qaldı məyər? Həm də əlimdə biraz pulum var idi. Onu da apardılar. Pul istəsən get Nasirin yanına. Məncə idarənin rəisi olub. Bir-birimizlə haqq hesabımız var. Pulum var. Həm də çox. Evin beh pulu da cibimdədir. Nə? Neynəmisən? Evi qaytardım. Nədir? Yoxsa bir ömür burada qalıb çürümək istəyirsən? 10 milyon evin pulu hara, 30 milyon diye hara. Olmaya Mostofi endirim eləyib. Səhər getdim yanına. Yola gəlmir. Elə bil 30 ilin dəllalıdır. Bilirdi ki, evin pulu bu sözlərin yanında bir şey deyil. Mənim əlimdə dilənçi qabını gördü. Bicarənin haqqı var. Mən əgər onun yerinə olsaydım, daha pis eləyərdim. Kaş ki onu mindirməyə az gözlük eləməzdim. İndi hardadır? Nə bilim. Xəstələri saxlayan mərkəzlərdən birində. Deyirdi ki, gündəlik xərci həddindən çoxdur. O bədbəxt bizdən də kimsəsizdir. Səni buradan çıxaracağım ata. Bayırda neyniyəcəm? İndi yenə də yatmağa yerim var. Gəlim kartonun üstündə yatım. Axşamlar harda yatırsan? Yataqxanada otaq götürmüşəm. Sən ki axırıncı kustasan. Sənə necə yataqxanada otaq verdilər? Əgər bu işi də görə bilməsəydim, daha sənin qızın olmazdı. Allah ananı rəhmət eləsin. Eyni ilə onu oxşayırsan. Anana. Sən gil damlaları, xam qızılı səhərlər ofsunladın. Zəfəran rənginə boyadın. Sən bu tələffüzləri, bu sadə tələffüzlər buldu. Amma onlar istifadə edilmirlər. Hamısını yolçulara və aşiqlərə qurban etdin. Sən bənzərsizsən. Sən bənzərsizsən. Bəh, 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 bəh. Bu evlənirsən, niyə bəhbəh eləyirsən, başa düşmürəm. Vay, elə deyirsən ki, elə bil mən evlənməyəcəm.
Necəsən Məhbubə? Yerləşdin? Əgər 5-dən zəng vurursansa cavab verərəm. Hələlik boğaza qədər əzabdayam. Nə olub? Doğrudan Rövşənə, sən bizə gələndə o dəftər kağızların arasında xeyriyyədən bir kağız gözüvə dəymədi. Gözümə bir şey dəyməyib. Məyər itib? Bilmirəm. Xeyriyyəçilərin adları və ünvanları qeyd olunmuş xüsusi bir vərəq idi. Cəmiyyətin yarandığı gündən məhbuslara xüsusi yardım mərasimində iştirak eləmişdilər. Amma aralarında elə bir nüsxə də var idi ki, pis adamın əlinə düşməyindən qorxuram. Əgər bilsələr ki, itirmişəm, məni işdən çıxararlar Rövşənə. Amma Allah'tan bu dəfə çox dadlı olub ha. Çox sağ ol, sənə təşəkkür edirəm. Roşana buraxılış işin nə haqdadır? Tehranın küçələri, Tehranın qədimi küçələri. Bu cür arxivdə olan şəkillərin müqayisəsi, biraz o tərəf, bu tərəf. Həqiqətdə təsviri bir tədqiqat işidir. Qəşəng şəkillərdir. Sağ ol. Məsələn, özüm bunu çox xoşlayıram. Bu da çox qəşəngdir. Xanım Zöhrabə, telefona gəlin. Gəldim. Bağışlayın. Buyur. Alo. Salam Rövşənə xanım. Yeganədir. Salam cənab yeganə. Məni necə tapdınız? Dedim bəlkə yataqxanada olasan. Axı tələskəni ancaq Şirazlılar deyir. Universitetin qarşısından keçirdim. Soruşa-soruşa yataqxananın nömrəsini qızlardan aldım. Ehtimallar haqqında bu qədər hesab eləmək sizə yaraşmırdı. Dedin fotoqraflıq oxumusan. Haqlısan. Bu dəbdəbə, cəhcəlal, ehtimal və xəyalla, gümanla əldə edilməyib. Çətin günlərin bəhrəsidir. Salam. Əleykə salam. Amma həyat insanı xəyalpərəst edir, ehtimallı edir.
Buyurun əyləşin. Bütün bunlarla yanaşı çox böyük dəbdəbəniz var. Əgər kimsə istifadə eləmirsə nə faydası? Bu ölü, bu şuvar və şivvənə dəyməz. Bu paketdə qızımın bir neçə qədimi negativi var. Bu ölçüdə bir neçə şəkil, bu ehtimallı ağsaqqala çap elətdirə bilərsən? Elə buna görə dediniz bura gəlin. Nə qədər bacarırsan üzümün qırışlarını ört. İstəmirəm qocalığım görünsün. Bir qız üçün ata heç zaman qocalmır. Zəhmət olmasa başınızı biraz yuxarı qaldırın. Mən uzun illərdir ki, onun üçün qocalmışam. Aha, yaxşıdır. Hardadır? Bilmirəm. Necə yəni? 2 il əvvəl zəng vurub dedi ki, İngiltərənin şimal şəhərlərindən birinə köçüb. 2 ildə ondan xəbəriniz yoxdur. 12 ildir ki, ondan xəbərsizəm. Hər dəfə ki, zəng vurur, bilmək istəyir ki, sağam ya yox. Elə bu cür. Arzum budur ki, onu bir daha görə bilim. Bəs şəkilləri hara göndərmək istəyirsiniz? Yəqin Pəri bir dəfə də zəng vuracaq. Yəni, ehtimal eləyirəm. Nə vaxtsa zəng vursa, ünvanı ondan alaram. Sənin neçə yaşın var? 23. Zəhmət olmasa başınızı biraz aşağı salın. Sənin yaşında olanda atıb getdi. Dedim ki başınızı biraz aşağı salın. Həyatımın gülü arvadımın ölümü ilə soldu. Pərinin getməyi ilə qutardı. Sonralar qəzetdə oxudum ki, həkimlər adını mikroyatmaq qoyublar. Ya da elə bir şey. Necə yəni? Yəni, gözlərin açıqdır, amma yatmısan. İndiyə kimi yoxlamısan? Yox, siz Allah, üzünüzü kitaba tərəf tutun. Canlı şəkil istəmirsiniz? Yoxlamamısan. Çünki 2 gecə ardıcıl oyaq qalmamısan. O il soyuq bir qış idi. Keçən gecə səhərə kimi oyaq qalmışdım. İsfahanda xaloğlu Məhvənin toyu idi. Axşamüstü nahar eləyib yola düşdü. Yol boş idi. Həftənin ortası idi. Yol boş, zülmət, qaranlıq idi. Ətraf geniş və soyuq səhralar idi. Hətta bir yerdə dayanıb çay da içə bilmirdik. Buxarı yaxşı işləyirdi. İstilik düz sifətimə vururdu. Yolun boşluğu daha çox kirpiklərimi ağırlaşdırmışdı. Məhvəş gördü ki, yuxum gəlir.
Dedi çək kənara yat. Dedim yox. Belə vaxtda kişilər deyirlər yox. Sanki Superman kimi qaçmaq istəyirlər. Hələ də düşünürəm. Əgər indi də olsaydı, yenə də yox deyərdim. Məhvəş püstənin qabığını soyub, ovuc-ovuc mənə verirdi. Pəri arxada yatmışdı. Mənim işim gözümün açıq qalmağından, mikro yuxudan və bu cür sözlərdən keçmişdi. Püstə ləpələri ağzımda idi ki, məni yuxu aldı. Başqa bir qulluğunuz. Hələ maraqlı yerinə indi çatırdım. Hekayətin sonunu bilirəm. Bilmirsən. Ana ölür. At özünü bağışlamır. Qız da atıb gedir. Ata da vicdanını rahatlamaq üçün məhbuslara yardım eləyir. Amma onu bilmir ki, qızını görmək arzusu ilə qəbrə... Əgər mən də qızının yerində olsaydım, atıb gedərdim. Heç arxaya da baxmazdım. O bir hadisə idi. Sən niyə belə qəzəblisən, hə? Çünki mən də özümü onun yerinə qoyuram. Çünki bilirəm ki, hər gün ananın qatilini görmək nə qədər çətindir. Bilmədən qatil olandan yalnız diyə alırlar. Amma oğrunun əlini kəsirlər. Sən gəlməzdən öncə Əfzəli mənə zəng vurdu. Dedi, diqqətli ol ki, kiməsə elə belə pul verməyim. Bir nəfər fırıldaqçı cəmiyyətlərə gedib məhbuslara yardım adı ilə xeyriyyəçilərin yanına girir. Fırıldaqçı o şəxsdir ki, pulu öz cibinə qoyur. Siz xeyriyyəçilik eləyirsiniz ki, layiq olanın əlinə çatsın. Mən də layiq olanın əlinə çatdırıram. Bunlar zindanın, sığorta və atamın başqa sənədləridir. O da sizin kimi yolda yuxlayıb. Fərqi budur ki, siz kimisə vurub öldürdünüz. Amma o vurduğu iflic olub. Siz İsfahanın düz yolunda, o isə bəzərganın döngələrindədir. De görüm, sənə niyə belə təsir elədi? Niyə? Çünki orada qan sahibi özünüz idiniz. Burada isə başqa biridir. Orada siz varlısınız. Burada əl-ayağını itirmiş atam hətta sığortasından nə qədər keçdiyini də bilmir. Fırıldaqçılıqdır, fırıldaqçılıq. İstər xeyir niyyəti ilə, istərsə də xeyirsiz. Xüsusən də layiq olmayan bir insanın başını oyun açmaq. Siz layiqsiz? Yox. Sənin atandan da ehtiyaclı olanları deyirəm. Bədbəxtləri deyirəm. Daha çox həbs çəkiblər. Sən isə onların haqqını yeyirsən. Bilirsən biz niyə həmişə varlıyıq? Siz isə həmişə pulsuz. Çünki özünüzü keçilməz suya vurursunuz. Sən heç düşünmürdün ki, tutula bilərsən? Anamla o qədər davadalaş elədim ki, axırda buranı qaranlıq otaq elədim. Doğrudan bu kimin şəkilləridir? Köhnə dostlarımdan birinin qızı. Özüm də indiyə kimi onu görməmişəm. Doğrusu, o kağız tapıldı. Aa, bu kimdir? Necə də sənə oxşuyur? Baxın. Sağ ol. Siz də sağ olun. Nə qədər oldu? Bəli. Xanım Roşənə Subhani, Bəli. mən cənab yeganənin katibiyəm. O sizin üçün bir əmanət qoyub. Əmanət.
Baş üstə. Cənab yeganə yoxdur. Yox, burada deyil. Bu da sizə əmanət. O mənə zəng eləməli idi. Bunları ona verməli idim. Şəkilləridir. Mən çatdıraram. 2-3 gündür ki, qızı İrana gəlib. Lavasandakı bağlarına gediblər. Sağ ol. Buyurun. Yorulmayasız. Hesabda pul yoxdur. Sizdən qabaq da bunu gətirmişdilər. Ne? Tarixi 5-ci ayın ikisidir. Neyini? Məhər vuran? Yox. Gece yarı Tehran'a çatırlar. Çiyni sınırmış. Kızı xəstəxanaya çatdıran kimi oradaca keçinir. Çək üçün gəlmişsiniz? Sizin xəbəriniz var. Bilmirəm onu sizə niyə verim. O çəkdə pul yoxdur xanım. 20 dəfə əldən ələ gəzib, axır ki öz evinə qayıdıb. Onu pul eləmək sizin işiniz deyil. Xeyriyyə işinizə də yaramaz. Başqa xeyriyyəçilərin sorağına gedin. Bu çeki sizin şöbə çıxarıb. Amma sahibinin hesabında pul yox idi. Cənab Bəhmən. Bu 35 milyon qəribə hekayəyə dönüb. Bu bir neçə ayda siz 5-ci adamsınız ki, bura gəlib belə sual verirsiniz. Buyurun. Bu da cənab Bəhməninin telefon nömrəsi və ünvanı. Çox sağ olun. Alo, Cənab Bəhməni.
Utanın kız, kiminlesi işin var? Salam. Cənab Bəhmənli. Salam aleyküm. Bəhməni çoxdan buradan gedib kızım. Neçə ay əvvəl evini satıp gitti. Bak kızım, bu pilləkənlərin axırında sol tərəfdə bir yaşıl qapı var. Öz arvad uşağı ilə birgə yuxarı mərtəbədə bir otaq tutub yaşayırlar. Sağ olun. Siz de sağ olun. Allah onu rəhmət eləsin. Axırıncı dəfə onu dükanda görəndə qərar almışdı ki, ikinci çeki bu tezliklə xərcləməsin. Birinci çek 50 milyon tümən idi. Bütün evimi, həyətimi satdım ki, o çeki ödəyim. Qapı pəncərə düzəldən idim. Elə yenicə işim yoluna düşürdü ki, bir gün əclaf qardaşım gəlib dedi ki, mən də şərikəm. Mən də anamızın süfrəsində yediyimiz duz çörəyə xatir. Dedim ki, baş üstə. Yaxşı da işləyirdi. Enerjili idi. Əvvəllər idmançı idi. Qəhrəman idi. Bir gün gəlib dedi ki, ayrılmaq istəyirəm. Özüm üçün dükan açıram. Dedi ona 2 çek verim ki, gedib bir mülk sahibinə icarə haqqı versin. Aramızda belə sözlər yox idi. Çekləri ona verdim. Bir neçə gün ondan xəbər çıxmadı. Və sonra anladım ki, çekləri verib yeganəyə ondan mal alıb. Yeganə yüksək məbləğli çeki necə qəbul edib? Onunla işləyirdik. İkimizi də tanıyırdı. Əclaf qardaşım da dəmirləri bazarda əritdi və qaçdı. Onun dostlarından eşitdim ki, sərhədi keçib qaçıb. Getməmişdən əvvəl də hamıya deyib ki, bu anasının irsidir. Atası bir neçə il öncə ondan alınmış. İndi sizcə mən nə etməliyəm? Bilmirəm vallah. Beynəlxalq polis onu axtarır. Bəlkə onu tapdılar. Axı nə vaxta kimi? Mən də sizin kimi. 20 gün əvvəl Türkiyədə bir Cavad Mustafi tapıblar. Amma o bizim Cavad Mustafi olmayıb. Oranın qədim bir taciri olub. Kim? Cavad Mustafi. Qardaşımın adıdır da. Dedi sərhəddən qaçıb. Dostları belə deyirlər. Sizdə şəkli var. Nə üçün istəyirsiniz? Varınızda. Nasıl olub? Gəldim ki, sizlə alver eləyim. Yenə də evin pulu ilə 30 milyon qan bahasının dalına keçmək istəyirsən? Gəlməmişəm ki, atam üçün razılıq alım. Bir yaxşı təklifim var. Gördüm ki, təksiz, kimsəsizsiz. Dedim ki, sizi tənhalıqdan qutarım. İstəyirsən məni evləndirəsən? Yox. Siz mənim haqqımı verirsiniz, mən də sizi qardaşınıza çatdırıram.
Xoş gəlmisiniz. Mən Əfzəliyəm, xeyriyyənin müdiri. Sizi azadlıqda gördüyüm üçün çox şadam. Biz indi bilmişik ki, onun xeyriyyəçiliyi kənarda da olub. Bu xeyriyyə üçündür. Bu nədir? Bu əslində mərhum yeganə tərəfindəndir. Bu 5 milyon atamın azadlığı üçün verildiyi pulun qalığıdır. Əcəb. Görürsüz xanım, bəzilərinin xeyri ölümündən sonra da davam edir. Buyurun. Bir də deməyəcəyəm. Şirini və şərbət hamıya çatsın. Hər şeyə diqqət eləyin. Oldu, baş üstə. Sağ olun. Məhbubə. Məni bağışla. Həqiqətən də bilmirəm ki, nə üçün cənab Əfzəli cəmiyyətdən oğurluq eləmək istəyəndən öz şikayətini geri götürdü. Amma daha mühüm deyil. Atanın azadlığına görə çox şadam. Çox şadam. Arxayın olun, cənab Əfsəli. Mən sizə söz verirəm ki, bu fırıldaqçı bir daha heç bir xeyriyyəçinin yanına getməyəcək. Bəli, siz də şikayətinizi geri verin. Əmin olun. Allah'ım. Necə də mənim pərim oxşuyur.